Hələ daşınmaz əmlak bazarında belə bir ekskluziv, belə bir təklif olmayıb, olubsa da bəlkə də mən görməmişəm. İnşaatçılar metrosunun çıxışında sizə ekskluziv bir təklifdən gəlmişəm. Gəlin bir yerdə mənzillərlə tanış olaq. Hörmətli izləyicilər, deməli 2 mənzil satışa təqdim olunur. 2 mənzil, ikisi də eyni sahibkarındır, yəni eyni sahibindir. Belə deyim, deməli bina 10 mərtəbədən ibarətdir. Həm 10-cu mərtəbədə, həm də 10-cu mərtəbədə üstə mansard, 2 mənzil belə deyim, bir yerdə satılır. Ekskluziv bir təklifdir. Yəni qiyməti də sonda deyəcəm sizə, həqiqətən də möhtəşəm bir təklifdir. Kim istəsə inşallah bu mənzillə də maraqlana bilər və yaxud bizimlə əlaqə saxlaya bilər. Deməli, mansarddakı olan mənzili sizlərə təqdim edirəm. Ümumi sahəsi 120 kvadrat metr təşkil edir. Hər iki tərəfə eyvana çıxışı var. Gördüyünüz bax bu hissə mənzilin qonaq otaq hissəsidir. Davam edirik mənzilin mətbəx hissəsindən və mətbəxdən də birbaşa eyvana çıxışı var. Mansarddakı olan mənzil deməli 3 otaqdan ibarətdir. Gördüyünüz kimi bir qonaq otağı və 2 yataq otağı. Bu deməli mənzilin birinci yataq otağıdır. Həm də qarşısında eyvan hissəsi var və digər ikinci yataq otağını sizlərə təqdim edirəm. Dəhlizdə yerləşir deməli mənzilin hamam otağı. Mənzilin istilik sistemi kombidir. Gedək digər ikinci mənzili sizlərə təqdim edim. Bəli, dəyərli izləyicilər, mansardda olan mənzili sizlərə təqdim etdim. İndi isə ikinci mənzili sizlərə təqdim edirəm. Bir daha qeyd edirəm. 2 mənzil, ikisi də bir yerdə satılır, çıxarışlı mənzildir. Ümumi 2 mənzilin ümumi sahəsi 220 kvadrat metr təşkil edir. Kim istəsə, məsəl üçün mənzilin içindən pilləkan açıb dupleks şəkildə də, yəni bu mənzili yarada bilər. Hal-hazırda bu mənzilin siz qonaq otağı ilə tanış olursunuz və qonaq otağından da birbaşa eyvana çıxışı var. Gəlin mənzilin digər hissəsi ilə də sizi tanış edim. Təqdim edirəm sizə mənzilin əsas birinci yataq otağını və qarşısında isə açıq eyvan hissəsi var. Və bu isə mənzilin ikinci digər bir yataq otağıdır. Eynən bu otağın da qarşısında eyvan hissəsi var. Davam edirik mənzilin hol hissəsindən. Deməli, bura mənzilin giriş hissəsidir. Girişdə yerləşir, belə deyim, holda yerləşir mənzilin ümumi hamam otağı və daxilində isə jacuzzi quraşdırılıb. Ümumi istilik sistemi isə mənzilin kombidir. Sonunda sizə təqdim edirəm mənzilin mətbəx hissəsini. Gördüyünüz kimi dötkün şəkildə bir mətbəxdir. Mətbəx mebeli yığılıb və qeyd edirəm dəyərli izləyicilər, mənzil əşyasız satılır. Kim istəsə, təbii ki, əşyanı almaq, qiymət fərqli olacaq. 2 mənzilin ümumi qiymətini mən sizlərə deyirəm 380.000 manat. Çıxarışlı mənzildir. Yəni, belə bir fürsət tək-tük hallarda ələ düşür. Əgər bu mənzillə maraqlanmaq istəyənlər varsa, buyursun bizimlə əlaqə saxlasın. Təbii ki, qiymətdə cüzi bir endirim olacaq. Sağ olun, salamat qalın. Növbəti təqdimatda görüşərik.